Hamıya salamlar, mən Mirəl Əkbər Həsənov. Bildiyiniz kimi, keçən il ərzində gilas bağlarında məhsuldarlıq zəif oldu və bunun əsas səbəbi hava şəraiti idi. Ancaq düzgün qulluq olunan bağlarda digər bağlara nisbətən məhsuldarlıq biraz daha yaxşı idi. Və izləyicilərim soruşurdular ki, biz necə düzgün qulluq eləyə bilərik, bağa necə gübrələmə eləyə bilərik. Bunun üçün əsas olaraq biz hansı aylarda bitkiyə hansı qida elementlərinin lazım olduğunu bilməliyik. Bir sürü izləyicilər elə düşünür ki, bitki yaz aylarında gübrələrlə qidalandırılmalıdır. Ancaq payızdan sonra ağac yuxuya getdiyinə görə hər hansı bir gübrə vermək lazımsızdır. Bu belə deyil. Bitkilər yaz aylarında vegetativ inkişaf eləsə də, payız aylarında sentyabr-oktyabr aylarından başlayaraq generativ inkişaf eləməyə başlayırlar. Yəni kök inkişafı başlayır və meyvə tomurcuğu qoyma başlayır. Bu zamanda bizə fosfor maddəsi və bor və sink maddələri lazımdır ki, bitki yaxşı kök inkişafı eləyib, gələn il üçün meyvə tomurcuğunu çox qoya bilsin. Buna görə sentyabr-oktyabr aylarında fosforlu maddələrlə gübrələmə olunmalıdır. Amma dəqiq gübrələmə üçün yaxşı olar ki, ilk olaraq torpaq analizi verilsin. Çünki sizin torpağınızın pH-ı yüksək ola bilər. Yəni 6.5-7-dən yüksək ola bilər. Torpağınız qələvi ola bilər. Bu zaman verdiyiniz gübrənin mənimsənilməsi çətinləşir. Əgər torpağınızın pH-ı yüksəkdirsə, bu zamanda pH-ı normaya salmaq üçün hümikasit verilməlidir. Və məsələn deyirəm, gübrələmə edəcəksiniz. Bir dəfə gübrələməni verdinizsə, 10-15 gün sonra hümikasit verərək pH-ı normaya salıb bitki tərəfindən bu qida elementlərinin daha yaxşı mənimsənməyinə kömək edə bilərsiniz.